Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, dəyərli müəllimlərimiz. Deməli, bu gün biz 4-cü sinifin artıq 4-cü hissəsini sizlərlə öyrənəcəyik. Baxaq görək burada deməli 3 dənə rəssam veriblər. Ən çox müəllimlərin qarışdırdığı Mirzə Qədim İrəvani, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabdır ki, bunları əsərlərini bir-birindən qarışdırırlar. Nə bilim, nəqqaş və ornament ustası, nəqqaş və portret ustası kim idi falan filan. Yəni bunları qarışdırırlar. İnşallah ki, aydınlıq gətirəcəyik. Necə yadda saxlamaq lazımdır, onları deyəcəm sizə. Deməli, baxırıq burada ümumiyyətlə cümlə-cümlə oxumaq lazımdır. Hər cümlədən də sual çıxır. Yəni miqə də düşəndə cümlə olaraq düşür də. Məsələn, mən ilk dəfə 2020-ci ildə bir sual düşmüşdü ki, Çiçəklər və Quşlar adlı İrəvaninin bu əsəri hansı muzeydə saxlanılır? Yəni bu sual düşmüşdü də, yəni miq imtahanına. Muzeydə saxlanılır. Düzdür, indi bu qədər əsərin hansı muzeydə saxlandığını falan öyrənmək çətin məsələdir, amma hansı ki, bu aşağı siniflərdə yazıblarsa bunu və yəni qeyd ediblərsə burada önəmli cümlə kimi, yəni onları öyrənməliyik ən azından. Deməli, burada Mirzə Qədim İrəvani İrəvan şəhərində doğulub. Rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənib. Əsas burada nədir? Yaradıcılığın ilk dövründə dekorativ sənətlə məşğul olub, nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərib. Yəni, nəqqaş və portretçi rəssam deyəndə Mirzə Qədim İrəvani yada düşməlidir. Çünki baxırıqsa onun səhifəsinə, yəni orada ancaq portret rəsmləri verilib. Yəni digər rəsmlər də var təbii ki, amma portretlər daha çoxdur. Ona görə nəqqaş və portret ustası deyəndə göz yaddaşımızdan yadda saxlayırıq ki, İrəvaninin əsərləri demək olar kitabda portret olaraq bizə göstərilib. Burada Mahtələt xanım, gənc qadın portreti, oğlanın portreti, İrəvan sərdarları ya Fətəli Şah Qaçar, İrəvanlı Həsən xanın portretləri göstərilib. Daha sonra orada Azərbaycanda dəzgah rəngkarlığının əsasını qoyan ilk sənətkarlardır. Yəni yenə də sual olaraq düşə bilər, Azərbaycanda dəzgah rəngkarlığının əsasını kim qoyub, ilk sənətkar kimdir? Mirzə Qədim İrəvani deyəcəksiniz. Yəni Azərbaycanda dəzgah rəngkarlığının əsasını qoyan ilk sənətkarlardan kim olacaq? Mirzə Qədim İrəvani. Dəzgah sözünün zılsı ilə Mirzə sözünün zılsına uyğunlaşdırıb yadda saxlaya bilərsiniz məsələn ki, yəni dəzgah rəngkarlığı deyəndə yada düşməlidir Mirzə Qədim İrəvani. Daha sonra onun yaratdığı süvari, rəqqasə, dərviş portretləri var. Yəni süvari, rəqqasə, dərviş. Bunu da yadda saxlamağa çalışın. Bu onun əsərləridir. Ən çox da bu bir yerdə düşür. Süvari, rəqqasə, dərviş kimin əsərləridir və yaxud da uyğunlaşdırma ilə düşə bilər. Yadda saxlamaq mütləqdir. Daha sonra nə düşür testlərə? Düşə bilər ki, İrəvan sərdarının sarayındakı panno və sujetli kompozisiyaları bərpa etmiş, sarayın güzgülü zal adlanan otağının divarında hökmdar Fətəli Şah Qaçarın və Vəliəhd Abbas Mirzənin monumental portretlərini yağlı boyayla çəkmişdi. O hansı rəssam idi deyə soruşa bilərlər. Yəni burada güzgülü zal sözünü gördünüzmü? Ümumiyyətlə cümlədə mən sadəcə güzgülü zal sözünü gördüm. Oradan tuturam ki, bu Mirzə Qədim İrəvanidir. Yəni normalda bu sözünə yadımda saxlamışam. Güzgü sözündən qədim. Qədim sözündən güzgü sözünü uyğunlaşdırmışam. Qədim güzgülər sözü ilə qədim Mirzə Qədim İrəvani buradan yadıma düşür. Güzgülü zal. Eyni zamanda panno və kompozisiyalar, İrəvan sərdarı, İrəvan sərdarının sarayındakı başlayırsa cümlə, burada təbii ki, Mirzə Qədim İrəvanidən söhbət gedə bilər. İrəvani eləyə bilər ancaq bunu. İrəvan sərdarının sarayındakı panno və sujetli kompozisiyaları bərpa etmiş. Və yaxud da sual olaraq belə də düşə bilər. Heç ümumiyyətlə güzgülü zal olmasın. Yazılsın ki, İrəvan sərdarının sarayındakı panno və sujetli kompozisiyaları bərpa edən rəssam kim idi? Təbii ki, deyəcəksiniz ki, İrəvanidir. Mirzə Qədim İrəvani. Çünki İrəvan sərdarının rəsmlərini daha çox Mirzə Qədim İrəvani çəkib. Daha sonra burada nə var?
Baxın, buna da diqqət edin mütləq şəkildə. Onun yaratdığı Vizullah Mirzə, Molla, Gənc qadın portreti, Gənc oğlan Azərbaycan Dövlət İncəsənət Muzeyində, Matəhələt xanım isə Gürcüstan Dövlət Muzeyində saxlanılır. Bunlara bir dənə diqqət eləyə zəhmət olmasa. Baxın, Vizullah Mirzə var burada. Mirzə sözünü gördünüzmü? Mirzə Qədim İrəvaniyə də düşməlidir burdan. Mirzə biləcəksiniz ki, onun əsəridir. Mirzə, Molla, M. Molla, bu da Mirzə Qədim İrəvani. Gənc qadın portreti, gənc oğlan, yəni portret olduğuna görə bunlar da Mirzə Qədim İrəvaninin əsərləridir və bunlar Azərbaycan Dövlət Muzeyində saxlanılır. Azərbaycan Dövlət Muzeyində saxlanılır. Baxın, bu 4 əsər eynilə də belə deyim, Süvari rəqqasə Dərviş də həmçinin Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanır. Amma Mahtələt xanım isə Gürcüstan Dövlət Muzeyində saxlanılır. Niyə görə? Çünki Mahtələt xanım da özü də məhtəl qalıb ki, məhtəl qalıb ki, məni niyə Gürcüstan Muzeyində saxlayırsınız? Digərlərinsə Azərbaycan Dövlət İncəsənət Muzeyində. Yəni bu cür yadda saxlaya bilərsiniz. Düzdür, gülməlidir, cəfəngiyatda ola bilər, amma mən bu cür yadda saxlamışam. Əgər testlərdə də görsəniz ki, Mirzə Qədim İrəvaninin Mahtələt xanım əsəri hansı muzeydə saxlanılır? Diqqət eləyin, bunu götürməlisiniz. Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Amma digər əsərləri, digər bu əsərləri, yəni Süvari, rəqqasə, dərviş, Vizullah Mirzə, Molla, gənc qadın portreti, gənc oğlan portreti, bunlar hamısı Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır, amma Mahtələt xanım isə Gürcüstan Dövlət Muzeyində saxlanılır, İncəsənət Muzeyində saxlanılır. Bir də Çiçəklər və Quşlar əsəri isə Ermitaj Muzeyində saxlanılır. Bu 2020-ci ildə düşmüşdü MİQ imtahanına mənə. Aha. Bunu da bildik. Deməli, hansı əsərlər, yəni bunları mütləq şəkildə bilmək lazımdır. Sual-cavabda soruşulacaq. Daha sonra Şərq miniatür üslubunu, xalq sənəti və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirib. Neyniyib? Şərq miniatür üslubunu, xalq sənətini və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirib bu sənətkar. Dekorativ və real üslubu ilə bir-birini tamamlayıb əsərlərində. Deməli, nə etdi? Mirzə Qədim İrəvani Şərq miniatür üslubunu, xalq sənətini və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirdi. Vəssalam, bu qədər sadə, yəni onun haqqında bu qədər qısa bir məlumat var. Bunu öyrənməyə çalışırıq. Eyni zamanda da əsərlərini öyrənməyə çalışırıq. Yəni, əslində bir neçə dəfə oxusanız özünüz və videonu dinləsəz, məncə rahat yadda saxlaya biləcəksiniz. Daha sonra gəlirik Usta Qəmbər Qarabağı. Deməli, Mirzə Qədim İrəvani nəqqaş və portret ustası oldu. Amma nəqqaş və ornament ustası olacaq Mirzə Qədim İrəvani. Ornament ustası. Baxın, Şuşa şəhərində anadan olub. Rəssam, nəqqaş və ornament ustasıdır. Və eyni zamanda da görürsünüz ki, necə ornament bilirik ki, təkrarlanan naxış deməkdir. Yəni, naxışlardan ornament yada düşməlidir. Görürsünüz, burada Şəkixan sarayının divar rəsmləri, fraqmentləri verilib burada. Rəsmlər və naxışlar, yəni Şəkixan sarayına aiddir. Onların Yay sarayının divar və tavanındakı naxış və rəsmlər, fraqmentlərdir bunlar. Deməli, soruşula bilər, yenə də testdə də düşə bilər ki, Şəki xanlarının Yay sarayının divar və tavanındakı naxış və rəsmlər kimə aiddir? Ümumiyyətlə, şəkil vermədən də yazı halında soruşa da bilərlər. Təbii ki də Usta Qəmbər Qarabağı deyəcəksiniz. Eyni zamanda da göz yaddaşınızdan da bunu yadda saxlayacaqsınız ki, burada Mirzə Qədim İrəvanidən, daha doğrusu Usta Qəmbər Qarabağıdan söhbət gedir. Daha sonra Usta Qəmbər Qarabağı nə edib? Şəki xanlarının saray naxışlarını bərpa edərkən o xalq sənəti ənənəvi üslubunda yeni sıralar əlavə edib. Deməli, əsas burada yadda saxlamalı nədir? Dekorativ və rəngkarlıq üslubunu ustalıqla birləşdirib. Dekorativ və rəngkarlıq üslublarını ustalıqla birləşdirib. Dekorasiya və rəngkarlıq üslublarını ustalıqla birləşdirən sənətkar soruşulduğu zaman Usta Qəmbər Qarabağıdan söhbət gedib. Ustalıq sözündən yadda saxlayırıq. Ustalıqla birləşdirib. Daha sonra orada əsas neyniyib? Deməli, sənətkar öz əsərlərində şərq rəngkarlığı üçün yeni olan üslublardan istifadə etmişdi. Şərq rəngkarlığı üçün yeni olan üslublardan istifadə etmişdi. Deməli, burada eyni zamanda da
Xan sarayının divarındakı bəzəyin ov və hərb səhnələri fraqmentləri var. Ola bilər ki, bax bunu şəkil olaraq da versinlər belə ki, bu kimin əsərləridir. Siz bu əsərləri gördüyünüz zaman Usta Qəmbər Qarabağı yada düşməlidir. Ümumiyyətlə Qarabağ deyəndə Qarabağ bizim yəni yaddaşa müharibə gəlir, Qarabağ müharibəsi falan. Yəni o sözlə yadda saxlaya bilərsiniz ki, ov, hərb səhnələri, müharibə səhnələri Mirzə Qədim İrəvani, Usta Qəmbər Qarabağ, üzr istəyirəm. Usta Qəmbər Qarabağıya aiddir. Yəni Qarabağ sözündən yadda saxlayırıq ki, Qarabağ müharibəsi sözündən yadda saxlayırıq ki, ov və hərb səhnələri Usta Qəmbər Qarabağıya aiddir. Bu qədər sadə. Mir Mövsüm Nəvvab isə tamamilə onlardan fərqlidir. Tamamilə deməsək də, yəni fərqlilik var. Yəni oxşarlıq, belə deyim də, çox adam deyir, "Ay, bunlar bir-birinə oxşayır, ayırmaq olmur", amma ayırmaq fərqli xüsusiyyətləri çoxdur. Deməli, burada Mirzə Qədim İrəvani ilə Mir Mövsüm Nəvvabın bəzən portretlərini bir-birinə qarışdırırlar, bilmirlər ki, hansıdır. Gördüyünüz kimi Usta Qəmbər Qarabağıda baxın, portret verilməyib. Ümumiyyətlə portret yoxdur. Ola bilər portret çəksə, amma burada göstərilməyib. Yəni biz də burada göstərilənlərdə məhsuluq. Yəni nə göstərilərsə onlar düşəcək təbii ki. Yəni kitabdan kənar o qədər də düşmür. Deməli, bizə Mir Mövsüm Nəvvabın 3 dənə portretini verib. Bizə lazım olan nədir? 3 dənə portreti yadda saxlamaqdır. Əmir Teymurun portreti, Dərviş Nurəli Şahın portreti və Əbdürrəhman Caminin portreti. Görürsünüz ki, Mir Mövsüm Nəvvab, bir də Mir Mövsüm Ağa tanıyırsınız da yəqin, bir çoxlarınız tanıyır. Baxın, bu əsər ona oxşayır zaten. Yəni bunu görən kimi Mir Mövsüm Ağa yadıma düşür və bilirəm ki, bunun əsl müəllifi Mir Mövsüm Nəvvabdır. Deməli, bunu ayıra bildik ki, Əbdürrəhman Caminin portreti Mir Mövsüm Nəvvaba aiddir və Dərviş Nurəli Şahın portreti eyni zamanda ona aiddir və Əmir Teymurun portreti də Mir Mövsüm Nəvvaba aiddir. Deməli, 3 dənə portreti yadda saxlayaraq Mirzə Qədim İrəvani portretlərindən bunu dərhal ayıra bilərik ki, yəni bunlar 3 dənə öyrənmək daha rahatdır. Sonra o birilərlə onu qarışdırmırıq. Daha sonra baxaq görək bu rəssam nə ilə məşğul olub, nə edib. Şuşada anadan olub, eyni zamanda şair, musiqişünas və xəttat kimi də məşhur idi. Bu 2024-də düşmüşdü sual olaraq ki, şair, musiqişünas və xəttat kimi məşhur olan rəssam kim idi? Mir Mövsüm Nəvvab idi. Baxın, şair, xəttat, musiqişünas, musiqişünas, musiqi sözünün sılsı ilə Mövsümün sılsını yadda saxlayıb da, yəni uyğunlaşdırıb yadda saxlamaq olar. Və biliyə nadir bacarığa, yəni geniş məlumatlı biliyə nadir bacarığa malik idi. İlk təhsilini Ruhani məktəbində almışdı. Ərəb, fars, türk dillərini, astronomiya, kimya, riyaziyyat və digər elmləri də öyrənmişdi. O şeirlər yazmışdı, elmin müxtəlif sahələrinə aid kitablar nəşr etmişdi. Təsvir sənətlə məşğul olan Nəvvab rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahəsində fəaliyyət göstərən ilk sənətkarlardandır. Baxın, bu demək olar ki, düşə bilər testlərə. Necə düşə deyir ki, təsviri sənətdə məşğul olan hansı rəssam ki, rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahəsində fəaliyyət göstərən ilk sənətkarlardandır. Bu təbii ki, Nəvvab olacaq. Yəni kitab sözündən xəttat, kitab sözünü gördünüzmü, Nəvvab götürəcəksiniz. Baxın, kitab tərtibatı sahəsində deyir, kitab, Nəvvab. Baxın, kitabla Nəvvabı uyğunlaşdıra bilərsiniz. Kitab A-B, kitabın da axırı A-B bitir, Nəvvabın da axırı A-B bitir. Yəni bu cür uyğunlaşdırmalar eləyib yadda saxlamaq məncə daha rahat olacaq. Nəvvab evini və dərs dediyi məktəbin divarlarını quş və çiçək təsvirlərlə bəzəmişdir. 2020-ci ildə düşmüşdür bu MİQ imtahanına. Deməli, Nəvvab hansı rəssam deyə soruşacaq. Evini və dərs dediyi məktəbin divarlarını quş və çiçək təsvirləri bəzəmişdi. Bunu bəzən İrəvani ilə səhv salırlar. Çünki İrəvaninin Çiçəklər və Quşlar əsəri var ki, öyrəndik ki, Ermitaj muzeyində saxlanılır. Yəni həmin o əsər deyil. Yəni bəzən də səhv salırlar ki, bu onundur. Xeyr, bu rəssamın evini bəzəyən quş və çiçək təsvirləridir ki, bunun da müəllifi Mir Mövsüm Nəvvabdır. Yəni digəri ilə qarışdırmayaq bunu. Deməli, evini və dərs dediyim məktəbin, baxın yenə də məktəb sözü, məktəb bax, məktəb Mir Mövsüm Nəvvab'a aiddir. Yəni məktəb deyəndə nədən söhbət gedəcək burada? Məktəbdən nə keçidir?
Baxın, rus dili, nə bilim, fars dili, kimya, riyaziyyat və digər elmlər. Məktəb sözündən yadda saxlayırsınız Nəvvabı. Nəvvab həm də Da Vinci kimi belə çox şaxəli, savadlı bir rəssam idi. Hər bir dili bilirdi, bütün elmləri bilirdi demək olar ki, yəni burdan yadda saxlayırsınız. Kitab, Nəvvab, yəni çox savadlı bir insan olub. Evini də dərs dediyi məktəbin divarlarını da quş və çiçək təsvirlərlə bəzəmişdi bu rəssam. Daha sonra neyləmişdi? Baxaq. Eyni zamanda da Şuşadakı Gövhərağa məscidinin bəzədilməsində fəal iştirak etmişdi. Bunlar da düşə bilər. Akvarellə çəkdiyi şəkillər, miniatür naxışlar və kitabların bədii tərtibatında kitab qrafikasının inkişafı üçün də atılan ilk addımlardan idi. Yəni kitab qrafikası, akvarellə çəkdiyi miniatürlər və Şuşadakı Gövhərağa məscidinin bəzədilməsində kim fəal iştirak edib? Mir Mövsüm Nəvvab iştirak edib. Deməli, onun əsərlərindən 3 dənə portreti yadda saxlayırıq və eyni zamanda bu əsərlərdə yadda saxlayırıq. Baxın, Mirzə Qədim İrəvanın da belə bir əsəri vardı. Bax, 1-ci sinifdə keçdik. Hansı ki, Qızıl Gül və Bülbül əsəri idi ki, 1-ci sinifdə fraqment kimi verilmişdi o. Bunu da yadda saxlayırıq. Burada da illüstrasiyalar çəkib Mir Mövsüm Nəvvab. Bu cür də şəkillər verə bilərlər. Yəni, bu şəkili bu cür də verə bilərlər ki, bu kimin əsəridir və yaxud da ki, buradakı portretlərdən uyğunlaşdırmalar verə bilərlər. Yəni, diqqətlə baxsaq, məncə göz yaddaşımızla da yadda saxlaya bilərik, bu uyğunlaşdırmalarla da yadda saxlaya bilərik. Məncə bu rəssamları hamısını rahat şəkildə öyrənə bildik. Və bu videonu da dinləyib, izahları dinləyib, qulaq asıb, analiz edib, özünüz də oxuyarkən də özünüz qeydlər aparırsınız. Hansı sual çıxırsa onların altından xətt çəkirsiniz, özünüz də sual hazırlayırsınız ki, daha da mükəmməl öyrənəsiniz. İnşallah bu qədər. Növbəti 4-cü sinifin növbəti hissəsində inşallah izahını verəcəm. Digər dərslərdə görüşmək ümidi ilə. Hələlik.